السلام عليكم يا أحلى الشهداء. اللهم صل على فاطمة وأبيها وبعلها وبنيها وسر مستودع فيها. Sabahın şarjı. Allah rahmet eylesin. Ruhlarını şad eylesin. Ruhları dua etsin özümüze. Allah'ım sabır ala. Allah ruhlarını şad eylesin. Belə keçər. Allah. Elimiz, obamız, Allah şəhidlərə rəhmət eləsin. İstərdim bir dəqiqəli sükutlə şəhidləri yad edin. Allah rəhmət eləsin. Allah rəhmət eylesin. Bu günləri buraya yığışmışıq. Mən özümü təqdim edirəm. Respublika Şəhid Ailələrinin Qayğı İctimai Birliyinin rəhbəri, Xəzər rayon sakini. Burada bu günləri Xəzər rayonunda Binə qəsəbəmizə şəhidimiz Səlimov Cəmil Oqtayoğlu'nu bu günləri deyərdim ki, vətən sözü yazan günüdür. Bu günləri şəhidlərimiz ölmür. Şəhidlərimiz o vaxt ölür ki, şəhidlər unudulanda Azərbaycan xalqı zəfər qələbəsinə qarşı doğru getdi. Ali Başkomandanın xalqı dəmir yumruq kimi birləşməsində zəfər qələbəsi çaldı. Və sonunda sülh müqaviləsi bağlandı. Bu bizim şəhidlərin qanı bahasına başa gəlmişdir. Bugün bizdə şəhidimizin atası, rayon icra hakimiyyəti başqa tədbir olduğuna görə burada rayon Binə qəsəbə nümayəndəsi Ərəstun müəllim, bələdiyyə sədri Habil müəllim və bizim şəhid ailələrimiz bütün hamısı buradadır. Sizlərlə birlikdə şəhid, qazi, veteran qardaşdır və sizlər də 4-cü qardaşsınız. Ana, bacılar, atalar, həyat yoldaşları hamısı bizim doğmalarımızdır. Bu günləri şəhidimizi yad edirik. Şəhidlərimizin anım günlərindən bəri 12-13-dən bəri 12-ci ayın 12-sindən hər gün şəhidlərin anım günləri keçirilir və 20 açılanda şəhidləri anırıq. Şəhidlər ölməmişdir, qəlbimizdədir. Mən istərdim ki, Binə qəsəbə nümayəndəsi Ərəstun müəllim, Habil müəllimin sözlərini desinlər. Mən bayaq dediyim kimi, başqa yerdə tədbir olduğuna görə rayon icra hakimiyyəti və hamısı birik. Daimi sizlərin yanındadır. Rayon icra hakimiyyəti başçısı Elşan Salahov cənabları. Bütün kollektiv daimi sizlərləndir. Özünüz də hamınız görürsünüz. Hər gün tədbirlər keçirilir. Azərbaycanın hər yerində olduğu kimi Xəzər rayonunda doğrudan da sizlər üçün başçı da, bütün ictimaiyyət də doğmadır. Artıq şəhid bizim balamızdır. Sizlər böyütdünüz, şəhidləri ana vətən sözünü yazdırdınız. Bizim qardaşlarımızdır, balalarımızdır. Sağ olun, var olun. Allah rəhmət eylesin. Allah rəhmət eləsin. Bugün uzun müddət işğal altında olan torpaqlarımızı bizə qaytaran, yəni mənliyimizi, qurğumuzu bizə qaytaran şəhid övladlarımızdır. Biz onların ruh qarşısında baş əyirik. Onların valideynlərinə Allah'tan səbir diliyirik.
Bu yolda sağlamlığı itirən qazilərə can sağlığı, şifa diliyirik. Allah şəhidlərimizi rəhmət eləsin. Allah Ali Baş Komandanımızı qorusun. Allah ordumuzu qorusun. Allah şəhidlərimizi rəhmət eləsin. Mən də rayon icra başçının adından çoxdan mənim sizə Allah can sağlığı, sizə can sağlığı versin. Allah şəhidlərimizi rəhmət eləsin. Bugün rayonumuzun bir başqa tədbirlər olduğuna görə başa gələ bilmədik. Dövlət tədbirləri bundan bağlı. Ancaq öz baş sağlığını sizə göndərir. Allah şəhidlərimizin hamısını rəhmət eləsin. Allah sizin valideynlərinə can sağlığı versin. Həmişə sizin yanınızdayıq. Biləsiniz ki, harada siz varsınız, biləsiniz yanınızdayıq. Hər bir probleminizdə, hər bir işinizdə sizin yanınızdayıq. Allah şəhidlərimizə rəhmət eləsin. Kimin sözü var şəhid? Allah rəhmət eləsin.